Yaxşı, biz Duruzlar bölməsində, Duruzların firqəsində artıq 8-ci, yəni bölməyə çatmışdıq. Biz onlar haqqında, onların banisləri haqqında, onların yəni nədən ayrıldılar, necə ayrıldılar, bu cür deməli bölmələrə keçəndən sonra artıq 8-ci bölməyə çatmışdıq. Və bu bölmə də yəni Duruzların təlimləri, yəni onlar təlimlərin, dinləri necə təlim edib, necə öyrədirlər. Onların demək olar ki, onlar haqqında Muhammed Kamil Hüseyin, yəni onlar haqqında yazır, yəni onların təlimi barəsində, dini öyrətməyə barəsində və deyir, ümumiyyətlə bunlarda, Duruzlarda deyir, insanlar iki təbəqəyə bölsənir, qadınlar da kişilər də. Yəni kişilərin təbəqəsi var, ağılların təbəqəsi var, cahillərin təbəqəsi var. Həmçinin qadınlarda ağıllar təbəqəsi var, cahillər təbəqəsi var. Və kişilərdə ağıllar təbəqəsi üç yerə bölünür. Yəni ən ağıllar, biraz ağıllar, cahillər. Yəni cahillər bir, ağıl təbəqələrdə üçdür. Və ona görə də onlar görürsən ki, hər cümə yığışdıqları yerdə, yəni müasir, bu əsrdə də var onlardan, onlar hər cümə yığışırlar və özlərinin, yəni Qurandan başqa kitabları var ki, ona Mustafil Fərid deyirlər. Düzü, orada da özlər bəziləri, yəni uydurma yəni, danışıqları var, inşallah vaxt olsa bir-iki dənə oxuyarıq onlardan. Yəni onlar orada deməli öz kitablarını oxuyurlar və birinci sətirləri, yəni birinci hissəni oxuyandan sonra, yəni birinci ağıllar çıxılır. Yəni ki, ən aşağı təbəqəli ağıllar, yəni üçüncü dərəcəli ağıllar çıxırlar. Ondan sonra əsas hissələrindən oxuyandan sonra, yəni orta təbəqələri çıxır oradan və ondan sonra isə axırda qalır kimlər? Ən ağıllılar. Hansı ağıllar ki, bunlar onun sizini bilirlər, nəyi bilirlər və hansı ki, onlar da o cür adamlardan da yəni şəriəti təklifini boyunlarından salırlar. Qadınlara da bunun kimi, qadınlara da var ki, ağıllar təbəqələri var, bir də cahillər təbəqəsi var. Həmçində bunlarda bu ağıllılar, yəni cahillərdən fərqli olaraq onların giyimi isə yəni yaşıl əmmamə giyinirlər və əmmamənin dalında quyruq sallayırlar. Yəni bu bunların, yəni deyirlər, Duruzların ağılları. Bu Mədinədə də bu cür insanlar var. Düz orada, yəni biz onlara sufilər deyil, amma əslində onlar, yəni sufilərdən deyirlər, onlar əslində bu sufilərin lap şiddətlərindəndir. Yəni elə bir azmışlarındandır. Yəni sufilərin də o cür giyimləri var. Və bunlarda da, yəni həmən bu Duruzların da ağılları ümumiyyətlə o sünnədəndir. Sünnədəndir ki, Peyğəmbər əmmaməsinin quyruğu olur. Ancaq bunlarda isə Duruzları isə ağıllar hansı əmmamə ilə? Əmmamələrin rəngi yaşlı olmaqla. Və burada bir dənə balaca qübbə kimi qoyurlar, ətrafında yaşıl doluyurlar, yəni yaşlı olmalıdır. Amma qadınlarda isə ağıl təbəli, ağıllar necə bilinir? Üzlərində niqab olmalıdır. Bir də xüsusi paltarları var. Onu giyməklə bu qadınların ağıllı təbəqələri sayılır. Amma başqa halda isə, yəni cahillər isə adi cahillərdir. Və onlar da, yəni cahillər istər kişilərdən, istər qadınlardan, onlar cahil təbəqəsini heç vaxtı öz sirlərini açıb ağartmırlar. Sirlərini öyrətmirlər və bunlar elə başa düşürlər ki, onlar hələ onu başa düşən səviyyədə deyirlər. Yəni bu cür onların təlimləridir. Və onlar da demək olar ki, onların bayramları da necə deyərlər, bizim qurbanlıq bayramı ilə üst-üstə düşür. Yəni o günlərdə onlarda da bayram olur. Yəni orada da onların bütün şeyxləri, bütün təbqələri yığılır və onlar necə deyərlər, şeyxlərinə rütbələr verilir və onlar öz yeni tələbələrin çağırırlar və bu cür bunların təlim metodlarıdır. Həmçində Lübnanda olan onların ağılları isə, yəni ağıllı şeyxləri isə bunlarda deməli təbəqələri var. Orada düz əslində isə Lübnanda olan, indi Livanda onlarda iki qismə bölünür bunların ağılları. Bir onların siyasi hizbiləri var, hizbi partiyaları var. Həmçində yəni Can Poladlılar deyən təbəqələri var ki, yəni qismləri var ki, bunlar yəni güya biri siyasətlə məşğuldur, qalanı isə güya dinlə məşğuldur. Bu cür yəni bunlar belə bölünürlər. Və onları isə 9-cu bölmədə isə onların ilah saydıqları kimdir? Yəni onların ilah saydıqları kimdir? Və onun adı isə Əbu Ali Mansur ibn Aziz billah bin Əbu Ali el-Mansur ibn Aziz billah bin el-Mu'izz li dinillah el-Fatimi lüqvə bil-hakim bi əmrillah. Yəni o insan adı Əbu Ali Mansur ibn Abdüləzizdir. Mansur ibn Əzizdir ki, hansı ki o
demək olar Fatimə, yəni Fatimə firqə deyil, onlar əslində onlar bir qurum firqə kimi, adlı firqə kimi ki, Ubeydiyələr Misirdə xəlifədə olan vaxtı o da onların xəlifələrindəndir. Və o da onların demək olar ki, xəlifəliyə gələn vaxtı onun 11 yaşı var idi. 11 yaşı var idi. Həmçində bu Ubeydiyə xəlifəsinin, yəni firqəsinin demək olar ki, dövlətinin 6-cı xəlifəsi idi və 11 yaşında da o, yəni xəlifəliyə gəlmişdi. Yəni atası öləndən sonra o xəlifəliyə gəlmişdi və özünün də doğumu isə 375-ci milad, hicri 375-ci doğulmuşdu və hakimiyyətə gəldiyi dövr isə 386-cı il, yəni atasının ölümündən sonra birbaşa gəlmişdi. Ancaq onun ilahlığında iddia edənlər isə ən birinci dəfə Muhammed ibn İsmail Nuseyri idi ki, Nəşdəkin idi ki, Durzu, yəni Muhammed ibn İsmail Nəşdəkin idi ki, hicrətin 407-ci ildə ona ilahlıq iddia edir. Həmçində Əbu Həmzə ibn Ali isə 1408-ci ildə, yəni hicrətin 408-ci ildə buna ilahlıq iddia edirlər. Düzdür, bunun haqqında isə demək olar ki, çox qarşılıqlar, yəni rivayət olunur. Çünki bu insan, yəni, həm Allahın əmrinə nəsə yerinə yetirir, həm də onu əksdən yerinə yetirir. Məsələn, baxırsan ki, bəzi hallarda bir bu insan qadağan eləyirdi qadınları gecə-gündüz məsələ. Gecə də məsələ qoymurdu, gündüz də qoymurdu. Hərdən görsən ki, əmr eləyir, bütün itləri öldür, hərdən icazə itlər qalsın. Yəni, hərdən, həmçində deyir ki, bunun hökmündən çıxan isə, yəni xoşuna gəlməyən insanlar isə, yəni bəzi şeyxlər vardı ki, bunun yəni, xoşuna gəlməyəndə, bunun deyir, Məsud adında qulu vardı və ona əmr eləyirdi, ona fahişə işlər eləyir. Yəni, bu cür şeylər yəni, əmr eləyirdi. Ancaq bunun haqqında isə, həqiqdən də çoxlu insanlar qətlə yetirib o insan, demək olar ki, 18 minə yaxın yəni şeyxlərdən qətlə yetirib və sadəcə bunun haqqında isə tarixi yazanlar isə deyirlər ki, bu insanın bəziləri deyir ki, ağlını nəsə çatışmırdı. Düzdür, bəziləri deyir ki, bu insan deyir, necə deyərlər, bu insanı yönəldənlər deyir, bu insan yəni ağıldan çox naqis idi, bəziləri deyir ki, bunu dəli idi, çünki bunun feilləri onu göstərir. Çünki bir dəfə elə bir ki, arağı qadağan eləyirdi, bir dəfə icazə verirdi. Bir dəfə itləri öldürürdü, bir ara görsən ki, icazə verdi. Bir də görsən qadınları icazə verirdi, bir də görsən gecə gündüz də məscidə getməyə qadağan eləyirdi. Və bütün bu yəni, ziddiyyətli şeylər ondan irəli gəlir ki, bu insanın başında nəsə çatışmırdı. Və bunu bu cürdə qəlmə verirlər ki, yəni bu insanın başında nəsə çatışmır. Ancaq onun ölümündə isə deyirlər ki, bu insan demək olar ki, yəni öz 411-ci də yəni, bu vəfat yəni, dünyasını dəyişdi və deyir, bu artıq yəni, öz işçisi ilə evindən çıxanda və evinə qayıtmadı və bunun ölümü isə çox belə, necə deyərlər, müəmməli oldu. Və bəzə dedilər ki, bunu Yahudilər öldürüb. Çünki Yahudilər hilə ilə öldürən insanlar idi, hilədən istifadə edən insanlar idi. Və bu deyir, Yahudilərin xoşuna gəlmədən bunu Yahudilər öldürdürdü və bəzələri deyirsə, bunu isə deyir, öz bacısı öldürdürdü. Çünki deyir, bacısı bilirdi ki, bunun başına nəsə çatışmır və bacısı da deyir, bilirdi ki, bu bundan xoşu gəlmir, bunu nə vaxtsa öldürəcək və deyir, bunu bacısı öldürdürdü. Və bəzə deyirlər ki, bunu nə bacısını elə Yahudilər öldürür, bu deyir, qeybə çəkilib. Yəni, onların bəzi davamçıları var ki, deyir, bu deyir, qeybə çəkilib və deyir, nə vaxtsa deyir, qayıdacaq. Və bu, elə hallarda da var ki, onun davamçıları bugün də onu da gözləyirlər. Və bunun haqqında oxuyanda isə, düzdür, bu ən birinci özünün ilah olduğunu iddia eləməyib. Bunun sadəcə Muhammed ibn İsmail Nəşdəkin Durzi. O zaman ki, Misrə gələndə, bu bunun yanında xadiməliyə gəlir. Yəni, Misrə bunun sayılən işə düzələndən sonra və özünü ona yaxınlaşdırmaqdan ötəri, bu cür etiqad yeridir ki, buna gəlib xəbər gəlir ki, bu insan ilahdır, hansı ki, Nuseyrilər bunlara baxanda, Nuseyrilər əlini ilah sayırlar. Bunlar isə kimi sayırlar? Bunlar da həmən bu, Əbu Əli Mansur ibn-Əziz ibn-Müəzziddin. Bu da xəlifənin adı, budur, bunun da özləri ilah sayırdılar. Və ölümü də onun həqiqətən müamməli olub, çünki bəziləri də onların davamçılarına iddia edirlər ki, bu, yəni Mehdi kimi nə vaxtsa qeybə çəkilib, nə vaxtsa yenidən gələcək. Çünki o ölüm yeri də, harada basıb, onlar da bilinmir.
sadəcə evindən çıxıb və necə deyərlər, bir daha evə dönməyir. Bu qulluqçu ilə gedir ki? Yox, başqa biri ilə. Həmən qulluqçu ilə başqa bir qulluqçu ilə. Və ancaq onların 10-cu bölmədə isə onların əsas etiqadlarına gəldikdə isə düzdür, onların demək olar ki, batıl etiqadları çoxdur. Batıl etiqadları çoxdur. Necə deyərlər, adamın elə bizə elə küfrü olmağına bəs eləyər ki, yəni bunlar Allahın ilahlığını bunlar veriblər məsəl üçün həmən öz hakimlərinə. Bir şək gördür ki, bu artıq İslamın çıxmış bir firqədir, amma buna baxmayaraq onlar özlərini İslama nisbət edirlər. Və onların da ən birinci, yəni etiqadda olan zalətləri, yəni Allahdan başqasını ilah tutmaqlarıdır. Bu da onu göstərir ki, necə deyək, Nuseyriyələr 12 şiəlikdən çıxmışlar, yəni 12 rafilikdən törənənlərdirlər, yəni 12 imamlardan törənənlərdirlər. Bunlar isə, yəni həmən bunlar, duruzlar isə İsmailiyyə firqəsindən törənənlərdir. Yəni şək odur ki, hamısı yəni bir əlin barmaqlarıdır, yəni hamısının əsli biridir. Çünki hamısı, bunların hamısını Qulatul Batiniyyələrə yönəldirlər ki, və bu günə görə ki, rafizlərin yəni etiqadlarında olan metodlarında da bunlara uyğun gəlir. Quranın zahir batini olması, fəlsəfənin qatmaqları, necə deyil, əliyən ilah tutmaqlar, Əbubəkir, Öməri söymək, bunlar hamısı nədir? Bunlar hamısı ondan elə gəlir. Çünki əslində isə, baxın, rafizlər Əbubəkir, Öməri söyür, Batiniyyələr söyür, Nuseyrilər söyür, Duruzlar söyür, İsmaillər söyür, 12-lər söyür. Niyə görə söyürlər? Nə var ki onlarda? Çünki onlar məcusi nurunu, məcusi olduğunu söndürənlər onlar idi. Məcusi görürsən, məsəl üçün, rafizlər Osmanlı çox işləri yox. Niyə görə? Çünki Osman o şeyləri eləməyib. Onlarınki Əbubəkir Ömər. Niyə görə? Çünki onların vaxtında xəlifəli ilə güclü idi ki, onlar məcusi nurunu söndürdülər, məcusun olduğunu söndürdülər. Farsı əməli başı dağıtdılar, aydındır. Məsələn, onların arasında olan Qalxisiyədə və başqa döyüşlərdə görürsən ki, əməli başı Farsı dağıtdılar. Və onların ən birinci əqdələrində ehtirafları, yəni azlıqları isə, yəni onların da yəni Allahdan başqasına yəni ilahlıq iddia eləməlidir. Və ikinci də onların yəni batıl əqidələri nə isə tənəssüxdur ki, yəni ruhun sönməsidir, ruhun keçməsidir ki, bu Nuseyrilərdə bu etiqad var. Sadəcə Nuseyri ilə bunların arasında fərq var. Çünki Nuseyrilərdə o 4 cürdür. Fəsq, məsx, rasx, bir də məsx. Ancaq bunlarda isə ət-təqammusdur. Təqammus odur ki, yəni qamis sözündəndir ki, bunlar insanın ruhunu köynək kimi sayırlar. Yəni bu insandan çıxır, o birisi insana çıxır. Amma Nuseyrilər iddia edirlər ki, Nuseyrlərdə var ki, yəni ruh insandan insana, insandan heyvana, insandan həşərata, insandan dağa daşa keçir. Aydındır. Ancaq bunlarda isə fərqli olar ki, keçmək, ruh keçmək var, yalnız insandan insana. Pisdirsə, pis insana, yaxşısa, yaxşı insana, yəni hər halda yəni etiqaddır və o onun batinə dalət edir. Krişnətləri kimdir? Və üçüncü bunların yəni etiqadlarındakı olan zəlalətləri isə onların qiyaməti inkar eləməli. Qiyamət haqqında hədislər, ondan sonra dirilmək, ölmək, haqq hesab, imtihan, bunlar hamısı qiyamətə bağlı hər bir şey isə bunlar həmən bu duruzlar, bunları onlar yəni inkar eləyirlər. Həmçində bunların yəni dördüncü etiqadında olan azınlıq isə bunlar peyğəmbərlər nə eləməkdir? Peyğəmbərlərə düşmənçi eləməkdir və başda olaraq da Peyğəmbər sallallahu aleyhi ve sellem. Niyə görə? Çünki bunların əqidəsinə ümumiyyətlə cihad yoxdur. Ancaq onlar da Peyğəmbər sallallahu aleyhi ve sellemə yəni ədavət düşmənçi ilə niyə görə? Çünki Peyğəmbər sallallahu cihada əmr elədir. Çünki bunların hakimləri Əl-Hakim bi əmrillah, onun ləqəbi adı isə Əbu Ali Mansur ibn-ül Əziz. Bu isə o cihadı ləğv elədi. Və o ləğv elədi, cihadı üz döndərdi, cihadı ləğv elədi, yox elədi, hədm elədi. Əvəzində olaraq Peyğəmbər s.ə.v cihadı, yəni şəriətdən olduğunu bildirinə görə bunlar Peyğəmbər s.ə.v əməli baş düşmənçilədir. Hansı ki, xüsusi olaraq bu cihad barəsində də, yəni müasirdə, yəni 20-ci əsrdə yeni bir firqəsidir. O da Əhməd Qadiyani adında bir insanın firqəsidir ki, Allah alim olacaq Qadiyani var. Qadiyaniyyədə gələndə görəcək ki, onun da firqənin yaranmasının əsas səbəbi demək olar ki, Rusiyana İngilisinin səfirliyi oldu. Yəni İranda o iki səfirliyin köməkli nəticəsində Əhməd Qadiyanin rəhbərliyi altında yeni firqə yarandı, daha doğrusu Hindistan tərəfdə. Qəsdləri nə idi? Yəni o istismarçı olan
kafir qoşunlarına qarşı müsəlmanlar qılınc qaldırmasınlar. Və bu baxımdan da onlar cihadı ləğv elədilər. Ləğv elədilər, hansı ki, onun da nəticəsində həmən o Britaniyalar kimlər gəlirlər, onlar Hindistanı və Hindistan ətrafı bütün müsəlman torpaqlarını yəni qəsb elədilər. Və bu da bu cür firqələrdən biri də necə görülür, duruzlardır ki, bunlar da yəni cihadı inkar elədilər və cihadı yəni, ləğv elədilər və onu şəriətin olmadığını yəni, hesab elədilər. Və bu baxımdan da onların düşmənçiləri peyğəmbərlərə qarşı və başda olaraq Peyğəmbər s.ə.və qarşıdır ki, və onlar peyğəmbərlərə qarşı niyə görə bu düşmənçi edirlər? Çünki onlar Allahın sifətini Allahdan götürməkdən ötəri. Çünki onların iddiasına görə onların ilahları Əl-Həkim bi əmrillədir, ancaq Nusayrilərdə isə ilah kimdir? İlah Əlidir. Yəni bunlarda ilah Əlidir, onlarda isə ilah Əl-Həkim bi əmrillədir və buna görə də bunların ikisinin arasında düşmənçilikləri var. Həmçində bunlardan da biri, bunlardan da necə deyərlər, əqidələrindən də biri, onlarda da şəriət hökmlərinin boyunlarından salmaqlarıdır. Yəni şəriətin hökmlərini boyunlarından salmaqda ki, çünki bunlar ümumiyyətlə yəni, şəriətin hökmlərini cüzbəci tərif edirlər. Necə ki, məsəl üçün baxırıq ki, namaz onlarda qəlblərinin hakimə qarşı bağlılığıdır. Amma İslamda namaz nədir? İslamda namaz Allahla ünsiyyətdir. Aydındır. Yəni insan namaz qılarkən Rəbbi ilə danışmış kimdir, amma əksinə olaraq duruzlarda isə qəlblərinin öz hakimlərinə qarşı bağlılığıdır. Ancaq zəkatda isə zəkat necə deyərlər, Nusayrilərdə zəkat və ya da batinlərdə zəkat qəlblərini öz hakimlərinə xalis eləməkdən ötürü təmizləməkdir. Ancaq bunlarda da həmənki kimi, duruzlarda həmənki kimi öz qəlblərini hakimlərinə qarşı edirlər, yəni təmizləyirlər. Ancaq batiniyalarda isə zəkat öz alimlərindən elm götürməkdir. Aydın, cüzbəci bunlara təvillətlər var və oruc onlarda deməli qəlblərinin təmizlənməsidir. Amma batiniyalarda isə oruc öz qəlblərinin sirlərini gizlətməkdir. Nusayrilə də demişdik ki, oruc nədir? Oruc onlarda yəni, öz şəhvətlərini qadınlarından qorumaqdır. Yəni ki, şəhvətdən qorunur, yemək içməkdən qorunmurlar. Amma əslində oruc nədir? Oruc həm nəfsin, həm də şəhvətin yeməkdən, içməkdən və başqa yəni, şəhvət edici şeylərdən çəkindirməsidir. Və həc. Həc onlarda hər ikisində də, hamısında da həc, batinilərdə də, Nusayrilə, duruzda da həc ümumiyyətlə bütpərəstlik ibadətidir. Çünki niyə görə? Orada daşı zadı fırlansan, daşı datsan. Ancaq həqiqətdə isə bunlarda batinlərdə isə həc nədir? Batinlərdə həccin mənası necə öz şeyxlərlə görüşməkdir. Yəni həcdə onlar bir yerə yığışırlar və şeyxlərlə bunlar görüş çəkir. Bunlarda həccin yəni, mənası budur. Ancaq dedik ki, cihad barəsində isə duruzlarda cihad öz hakimlərinə qarşı onu tanımağa şey göstərmək, onu tanımağa qarşı can atmaq bunlarda budur. Amma Nusayrilərdə isə cihadın iki növü var. Birinci növ odur ki, Əbubəkr Öməri söymək və ikinci növ isə odur ki, onlar öz məzhəblərinin sirlərini gizlətmək. Yəni, baxırıq ki, bütün yəni, şəriətin əhkamları ki var, hətta kəlmə-i şəhadətdə də. Dedik ki, Nusayrilərdə kəlmə-i şəhadət nə idi? Kəlmə-i şəhadət onlarda öz əlini ilahlığını iqrar eləmək. Aydındır, bunların əqidəsi budur. Amma isə namazı da təhrif ediblər, orucu da, zəkat əzizlər, yəni bütün İslamın 5 əhkamını ediblər, bunlar əməli başa batil təvillətlər veriblər. Və müasir dövrdə isə, yəni 11-ci fəsirdə isə duruzlar bu əsrdə duruzlar varsa yox, çünki onlar dedik ki, ən birinci çıxmaqları hicrətin 407-ci ilə təsadüf edir, bu isə hicrətin 1427-ci, təxminən 1000 ildən yuxarı bunlar artıq yaranıblar və bugünkü dövrdə isə bunların, yəni əsas, necə deyərlər, duruzların əqdələrini təsbit edən o Kəməl Can Poladdır ki, hansı ki, o bugün də, yəni Lübnan tərəfi də onun, yəni Can Poladlılar deyirlər ki, yəni onun əqdəsini danış gedənlər var, çünki, yox, sağ deyil. Və onlar, deməli, o duruzların əqdəsini özündə saxlayır, o duruzların əqdəsini yəni onlarda Mustafa Fərid var, yəni Quranın fərqli bir kitab var, orada uydurma, Quranda necə ki, ayələr, beytlərlə, axırları, qafirlərlə gəlmir, bunlar da elən ki, öz ərəb buna uyğun, yəni ağzına gələnən bir dənə Quran kimi düzəldirlər və bunu oxumaqla da onlar insanları yayındırırlar və bu cürdə öz davamçıları var. Məsələn, həmçində bugün də, məsələn, şey içində var, mətin içində var.
Və bu cürdə yəni, Qurana oxşar şeylərini anlatmaq, bu ümumiyyətlə bunların metodları deyil, həmçində bunlar Yahudi və Nasrani də metodlardır ki, məsələn, baxırıq ki, bugün dünyada yəni 500-dən yuxarı yəni Yahudi və Nasrani deyərlər, radioları var ki, hansı ki, onlarla onlar müsəlmanlara dəvət edirlər. Baxırsan ki, Misirin özündə, Aljirdə, başqa-başqa demək olar, bütün dövlətlərdə o dildə, yəni ərəb dilində, ərəb dilli dövlətlərdə o, necə deyirlər, Yahudi Xristian dəvəti, təbliği gedir. Həmçində onlar müəyyən arada görürsən ki, Tövratdan, İncildən Quran kimi avazla oxutdururlar. Çünki insan ona qulaq asanda da Azərbaycanda oxuyanda bilsən ki, harca Quranı oxuşalığı. Niyə görə? Çünki orada Allahın kəlamı ilə məxluqun kəlamı da qarışıb, aydındır. Və savadsız insanlar isə öz kitablarını bilmədiyi halda görürsən ki, orada deməli, avazla oxunanı ya bu Qurandır. Çünki hətta bizim Azərbaycanın özünün təzə gələn, yəni yox, Quranı oxuya bilməyən qardaşlar var ki, avazla şeir də oxusan, anaşid də oxusan, deyəcək ki, Quran bilmir. Hətta hədis də oxusan, bilməyəcək Quran özü nədir. Bu da nəyə gəlib göstərir? Bu da onu göstərir ki, bugün müsəlmanlar Quranı tamamilə hicr ediblər. Qurandan üz döndərir, hansı ki, yəni bizim yeganə kitabımızdır ki, haqq kitabdır ki, hamı onu oxumağa öyrənməlidir. Hətta heç olmasa Azərbaycan da çalışmalı olsun. Niyə görə? Çünki onun içindəkini bilsin, aydındır. Çünki insan özü öz kitabının içindəkini bilməklə artıq, necə deyərək, düşmən ona qalib gələ bilmir. Əgər insan onu oxuya bilmirsə, görürsən ki, o Quranla ayəni də qarışdırır, Quranla İncil'də qarşıdır, Quran Tövrata qarşıdır ki, bu nöqsanlıq da yenə də müsəlmanların yəni, özünə qayıdır. Və Can Polad, yəni, həmən bu Can Poladın, Kamal Can Poladın da bu əsrdəki dəvəti də demək olar ki, bu Duruz əqidəsini yəni, sabitinə gətirib çıxardıb ki, və onun da dəvətinin doğru demək olar ki, çox böyük olub. Yəni o özünün bu cəmaatı yığmaqla, o cür yəni özlərin kitablarını oxumaqla artıq nə cəmaatda, yəni öz cəmaatının, Duruz cəmaatında bu Duruzların əqidəsini indiyib tamamilə yəni təsbit eləyə bilir. Ancaq Duruzlarla Nusayrilə arasında fərqə gəldikdə isə və dedik ki, ümumiyyətlə bunlar hər ikisi də demək olar ki, batiniyalardan törəmələrdir. Sadəcə dedik ki, bunlar demək olar ki, Nusayrilə törəniblər 12 imamlardan, ancaq bunlar isə Duruzlar isə törənir kimdən? İsmaililərdən. İkisi də Batiniya firqələrindəndir. Yəni Batiniya bunların əsas firqələrdir. Batiniyaların qolları, Qulətul Batiniya var ki, azmış Batiniyaların qollarından da gəlirlər Nusayrilər, bir də kimlər? Duruzlar. Və ona görə də bunların ikisinin də əqidəsi demək olar ki, tamamilə batıl, təhrif olunmuş əqidədir. Ancaq bunların oxşar cəhətləri və ayrı cəhətləri də var ki, məsələn, oxşar cəhətlərin biri odur ki, onlar ikisi də qiyaməti inkar edirlər, peyğəmbərlər buğd edirlər, onlar ikisi də ilahlığı Allahdan başqasına veriblər, onlar ikisi də tənassuqluq, yəni ruhun sönməsini deyirlər, ancaq fərqə gəldikdə isə görür ki, Nusayrilə kimi ilah sayırlar? Əlini. Duruzlar kimi ilah sayırlar? Əl-həkim bi əmriləni. Aydındır? O bu cür. Tənəssüx, ruhun sönməsi barəsində. Nusayrilərdə o 4 cür formada gəlir. Məsx, rasx, məsx, fəsx, məsx. Ancaq bunlarda isə bir təqammuz. Yəni birindən çıxıb obisinə girmək. Çünki Nusayrilə deyir ki, ruh 4 cür formada girir. İnsandan çıxıb insana girir, insandan çıxıb heyvana girir, insandan çıxıb həşəratlara girir və insandan çıxıb daşa dağa girir. Aydındır? Ancaq bunlarda isə insandan girib insana girir. Sadəcə əgər pis insandırsa, pisdən pisə girir. Yaxşısa yaxşıdan yaxşıya gedir. Və ikisi də qiyaməti inkar edirlər. Onların ikisinə də görə qiyamətin acısı da, əzabı da bu dünyadadır. Ruh da ölmür. Və onların, duruzların etiqadına görə də insanlar bir dəfəlik yaranıblar. Nə azallar, nə də çoxanlar. Yəni bir dəfəlik 5 milyon, 3 milyon yaranıblar və onlar nə azalır, nə çoxanlar. Sadəcə 5'i ölür, yerinə 5'i gəlir, o ruh da gedib ofisinə gedir. Həmçinin necə ki, həmənki tamamilə Krişnahətlərin əqidəsi. Tamamilə Krişnahətlərin əqidəsi. Niyə görə? Çünki bunlar hamısı nədir? Hamısı fəlsəfə ilə bağlı olan şeydir. Və bu baxımdan da, məsələn, kimsə Krişnahətlərin yanına danışa gedəndə belə bir hal olmuşdur. Yəni biz getmiş sonra onlar deyir ki, məsələn, ruh haqqında soruşanda, bizdə ruh haqqında İsra surəsinin 80 ayəsində var ki, yəsəlunəkə ruh, sənə ruh haqqında soruşurlar, dinən ki, bu Allahın qeybində olan şeydir və sənə ondan və mə utitum minə illə qalib. Sən ondan yalnız cüzi bir şey verilmişsən. Yəni ruh barəsində müsəlmana cüzi bir şey verilib. Ancaq bunlarda isə Krişnahətlər isə ruh haqqında 80 tomdan yuxarı işdir. Nə yazılıb, bunda Allah bilir. Fakt isə 80 tomdan yuxarıdır.
Və bugün də bunlarda da, yəni Duruzda, Nusayrilər hansı ki, bunların da əqidəsinə deyil, tamamilə onların oxşar hissələrinə var. Yəni sadəcə bu Krişnaitlər barəsində demək olar ki, yəni tarix və yaxud da müasir alimlər kitablarında qeyd edilir. Niyə görə? Çünki onlarda ərəb dövlətlərində bu şey yoxdur. Aydın, bu ərəb dövlətlərində yox, beləncə baxanda onların etiqadına görə, çünki Krişnaitlərin kitablarında yazılana görə 5 milyon il əvvəl elə bir din yaranıb, elə bir din peyğəmbər olub. Amma laf tutam ki, çünki peyğəmbərlər çoxdur, ola bilər başqa-başqa peyğəmbər, çünki bəzi vaxtda 124 peyğəmbəri olur, biz hamısının adını da bilmirik. Tuturam ki, olub elə bir şey. 5 milyon əvvəl gəlib. Əgər o etiqad eləyirsə ki, Məhəmməd də peyğəmbərdir, onların Krişnələrin Baraparadır kimdir, o da tam ki peyğəmbər, düz deyil, ikisi də peyğəmbərdir. Əgər o etiqad eləyirsə ki, ikisi də Allahdan gələn vəhdsə, onda etiqad eləməlidir ki, hər din özündən sonra gələn eləyir, nəşq eləyir, pozur. Əgər elən sizdə axırıncı din hansıdır? İslamdır. Deməli, İslam din hansı pozur? Yəni, bunlarda özləri ağılları ilə getdiklərinə görə də görürsən ki, bunlar logika, məntiqlə də düz gəlmirlər. Hansı ki, İslamın bütün əhkamlarına, şərtinə, qaydalarına, hər bir şeyinə baxsan, İslamda ziddiyyət görmərsən və İslam şəriəti tamamilə məntiqə də uyğun gəlir. Ancaq niyə görə? Çünki bu insanların, bəşərin dini deyil. Bu Allahdan göndərilən dindir və təmiz, qorunmuş bir dindir. Ancaq başqa dinlərə baxsan isə, Krişnaitlərə baxsan, Yahudilər, Xristianlar, bu firqələrə baxsan, hamısında ciddiyyət göz. Niyə görə? Çünki hamısı azmış, yolların azmış, təhrif olunmuş, batillər sönmüş, yəni firqələr hamısı da öz ağıllarının üstünü, yəni sayanlardır. Və ona görə bunların demək olar ki, əqidələrinə baxanda, bunların aslında fərq də orasındadır. Fərq də orasındadır ki, bunlarda, yəni bunlar ümumi etiqadlara da maliklər və ayrı-ayrılıqda arasında fərq var. Yəni, ilahları ayrıdır, ondan sonra birində Əlidir ilah, birində isə Əl-Həkim və Əmrihlədir, biri-birlərini ona düşmənçi ellər, ikisində də ruh kesməsi var, birində başqa cürdür, birində başqa cürdür, ikisi də ahirətdə qiyaməti inkar edir, peyğəmbərləri inkar edirlər, ikisi də məsəl üçün Quranın təvili barəsində, ümumiyyətlə hökmlərin zahiri, batini mənasında danışırlar və bu cür haqlar da görürsən ki, cənnət cəhənnəm yoxdur. Yox, cənnət cəhənnəm də yoxdur onlar. Və Nusayri ilə danışanda dedik ki, onlar Nusayri ilə cənnət cəhənnəmi də inkar edirlər. Yəni onları cənnət, Duruzda da deyir ki, yəni cənnət, cəhənnəm, əzab, savab, iqab, hamısı bu dünyadadır, ruhun üzərindədir. Pis öyle insan, yəni ölür, onun ruhu başqasına keçir, pissə pisliyi görür, yaxşılığı görür. Və bu da onlarla, Nusayrilərlə, Duruzdan arasındakı fərqdir ki, yəni ümumi etiqadları, yəni baxışlıq etibarilə birdir, amma xırdalığa gələndə isə həmən o etiqadın, yəni ayrılığında isə Bibliyanın fərqliliyi var və düzünü Allah bilir və sallallahu Muhammedin və aləli Muhammed və gələn dəstədə inşallah yəni Bahaylar haqqında olacaq, hansı ki Bahaylar yəni demək olar ki, yəni Azərbaycanda mövcud olan bir firqədir və inşallah gələn dəstə onlardan danışacaq. Dəlil nə gətirirlər? Dəlil heç nə. Ümumiyyətlə, bazılardan biri yazıb ki, Quranda heç bir dəlil yoxdur ki, Mehdi sahibi zaman, yəni gələcək, hədislə bunu təsdiq etmək olar, olmaz. Quranda İsa haqqında onun gəlişi var, bu haqda bildirən. Düzdür, yəni elə bir, necə deyərlər, əslində isə bu məsələ ki, Quran və sünnə məsələsində, bu ümumiyyətlə əhl-i sünnənin yəni, etiqadıdır ki, yəni etiqad nəinki Quranın həmçində sünnədən edir. Yəni ki, Qurandan və sünnədən müsəlmana etiqad götürülür, etiqad dəlillər götürülür. Və elə bir dəlillər var ki, Quranda var, elə dəlillər də var ki, haradadır? Yəni sünnədir. Yaxşı, əgər Mehdinin gəlişi barəsində Quranda yoxdursa, onda namazın rükətləri barəsində Quranda yoxdur. Zəkatın miqdarı barəsində Quranda yoxdur. Qiyamətin böyük əlamətləri Quranda yoxdur. Namazı necə qılmaq lazımdır, Quranda yoxdur. Dəstəmazı şərtlərin, qaydalarından Quranda yoxdur, umumi gəlib. Zəkat, həcc, heç bir yoxdur. Hamısı hədislərdədir. Və bu baxımdan da hədis və Quran bir-birindən ayrılmazlar. Düzdür, bəziləri deyir ki, birinci Qurandır, sonra sünnədir. Ancaq əhl-i sünnənin etiqadı odur ki, Quran və sünnə ikisi də bir mərtəbədir, ikisi də Allahdan gələndir.
Çünki Allah Subhanahu deyir ki: "Və mə yantiqu anil hava in hiyə illə vahyuha." O deyir, ağlının heç bir şey danışmır. O danışılan şey nədir? Yalnız Allah Subhanahu taalanın vəhyidir. Və Mehdi barəsində isə, Mehdi barəsində bəli, Quranda gəlməyib. Çünki Mehdi barəsində Quranda gəlməyib, Mehdi barəsində yalnız Buxara və Müslümün səhih hədislərdə gəldiyi rivayətlərdir. Səhih hədis gəldiyi rivayətlərdir ki, hansı ki biz Quranda yox, sünnədə gəldiyini ki, biz bunu təsdiq edirik. Və bu o demək deyil ki, əgər sünnədə yoxdursa, Quranda yoxsa bu qəbuldur, əksinə. Yəni, Quran və sünnə ikisi də Allahdandır, Çünki Peyğəmbər s.ə.v gətirdiyi hər bir şey şəriətdir və bunu da Peyğəmbər bizə Qurandan və sünnədən gətirdiyindən görə biz də bunu bu cür qəbul edirik. Həmçində Mehdidən də əlavə, necə deyirlər, qiyamətin böyük əlamətləri barəsində Quranda tam təfsilatı ilə yoxdur. Yalnız işarədir. Düzdür, Quranda var ki, يَوْمَ يَأْتِ بَعْضُ آيَةِ رَبِّكَ Yəni, o zaman ki, Rəbbinin bəzi ayətləri gələcək. O ayətlər Quranda var. Deyir ki, o gün ki, sən Rəbbinin bəzi ayətləri gələcək. O ayətlərdən biri, yəni əlamətlərdən biri də Mehdinin gəlişidir. O ayətlərdən biri də günəşin batdığı yerdən çıxmasıdır və yaxud da ki, odun çıxmasıdır, dabbın, heyvanın çıxmasıdır, həmçinin necə Yəcüc Məcücün gəlməsi, Məsih Dəccalın gəlməsidir, Məsih İsa'nın gəlməsi. Bunlar hamısı qiyamət əlamətlərindəndir və bu barədə Quranda umumi məlumat var. Yəni, Mehdinin gəlişi barəsində Quranda umumi məlumat var. Ancaq xüsusi məlumat isə Mehdi gələcək, adıyla belə bir şey yoxdur və umumi gəldiyinə görə də bunu isə hədis bunu asılır. Çünki əgər Quran bütün hər bir şeyin incə təfsilatı ilə gəlsəydi, onda Quran bir tom yox, bir neçə tomlar olardı. Aydındır. Və bu da Allah Subhanahu hikmətindəndir ki, Quranı bizim üçün müxtəsər, əslində müxtəsər deyil, Quranda hər bir şeyə məlumat var, sadəcə orada nə var? Orada umumi məlumatdır. Umumi məlumatdır və onu açıqlamağında isə Peyğəmbər s.ə.v özü sahabələri bunu açıqlayır. Və Mehdinin də gəlişdə elə bir şeydir ki, Yox, aydındır, yəni qeyb xəbər. Yəni qeyb xəbərsə, bu qeyb xəbəri də Peyğəmbər s.ə.v təsdiq edir. Çünki Allah Subhanahu Quran-ı deyir ki, Allah Subhanahu öz qeybini heç kim bilməz, illə mən irtədə minər rusul. Yalnız o Peyğəmbərlər ki, hansılardan ki, razıdır. Və ümumiyyətlə qeybi məsələlər yalnız Allaha aid olandır və qeybdən isə Peyğəmbər s.ə.və vəhy olunan şeylər bilinir. Yaxşı, cənnət, cəhənnəm qeyb deyil. Qeybdir. Peyğəmbər görüb, görməyib. Allah Subhanahu qeyb daxı. Göstərib. İslam meyrac qeyb deyil. Allah Subhanahu İslam meyrac onu göstərib. Peyğəmbər namazda bir gün qabağa getdi. Sonra isə dala çəkildi. Və sahabə deyir, yarısını üçün qabağa getdin, deyir, mənə cənnət göstərildi. Yəni qeybdir, amma ki Allah Subhanahu qeybi nə edir? İstədiyi adama göstərir. O da yəni Peyğəmbərlər deyir ki, illə mən irtədə minər rusul. Yəni razı qaldığı Peyğəmbərlərdən başqa. Yəni Allah Subhanahu qeybin bəzi şeylərini bəzi insanlara bildirirdi. Düzdür, bəzi məsələ var ki, onun qeybi heç kimdə deyil. Yalnız Allahdadır. Məsələn, qiyamət nə vaxt qopmağı, qiyamət haqqında yalnız Allahdadır. Çünki o vaxt Cəbrail əleyhissalam Peyğəmbərdən soruşanda ki, mətə səə, qiyamət saati nə vaxtıdır? Dedi, mə əl-məsul ənhu aləm binəs-səyin. Yəni ki, deyir ki, soruşulandan da o qədər çoxdur. Yəni ki, Cəbrailin elmi də Peyğəmbərin elmi qədərdir, o qiyamət saati vaxtda. Qiyamət vaxtında Peyğəmbər Allah Subhanahu bildirib ki, qiyamət olacaq cümə günü. Hansı il, hansı saatda onu Allah Taala bilir. Bətində olanlar, o bətində olan zaman təzə nütfə töküləndə ora və orada o həmən nütfə qolbuda əmələ gətirəndə heç kim onu görmür, mələklər heç kim də bilmir. Mələklər bir 4 ayından sonra Allah Subhanahu onu nütfə töküləndən bilirdi. Aparatda isə onu göstərir bir neçə həftədən sonra. Yəni o demək deyil, aparatların göstərmə o demək deyil, o qeybdir. Yəni o qeyb hansı vaxt idi o qeybi? Nütfə ora ilk tökülən vaxtı, nütfə ora ilk düşən vaxtı o qeyb idi. Onun orada qız, oğlan və hətta ki heç bir şey olduğunu yalnız Allah bilir, aydındır. Ancaq görürsən ki, Peyğəmbər s.ə.v-də Allah Subhanahu bəzi hallarda neyinib qeybləri qeybdən göstərir. Məsəl üçün deyəndə Peyğəmbər deyir ki, filan kəs cəhənnəmdə, hardan bildi cəhənnəmli idi? Qeybi məsələdir.
Amma Allah Subhanahu onu göstərdi. Və sahabə də getdi onun dalınca. Getdi, baxsın, görsün ki, o niyə görə cəhənnəmə düşəcək? Və gördü ki, o döyüşdə o qədər yaralanmış, dözənmədi, qılıncı qoydu, özünü sıxdı qılıncın üstə. Gəldi, ya Rasulullah, mən şadə eləmişsən, Peyğəmbərsən. Deyir, nə olub, nə olub? Deyir, bəs sən belə dedin, mən onun dalınca getdim, gördüm elə belənçiydi. Yəni, deyir ki, kim özünü bir şeylə ölürsə, qiyamət kimi o şeylə ona əzab verirlər. Və bu da qeybi məsələdir. Həmçinin Mehdi barəsində qeybi məsələdir. Qiyamətin əlamətləri qeybi məsələdir. Amma buna da baxmayaraq, Allah sana qeybi, yəni istədiyi kəsə bildirir və onlardan biri də yəni, bu, yəni Mehdinin yəni, gəlişi barəsindədir. Və ümumiyyətlə, Mehdinin gəlməsini düz çoxları inkar eləmişdi. Hətta yəni, alimlərin özlərindən də. Yəni, çünki Mehdinin gəlişində inkar eləyənlər var idi. Çünki yəni, bunlara çox qəribə gəlmişdi. Yəni, Mehdinin gəlməyi. Amma düzdür, səhih hədislər onu göstərir ki, yəni Mehdi gəlir. Düzdür, rafizlər ona sahibi zaman deyirlər. Amma ki, bu zamanla bir bağlı zamanın sahibi zadı deyil. Hətta o Mehdi, necə deyərlər, gəlməyi ilə də düzdür, döyüşlər olacaq, yəni, müsəlmanlar olacaq, o yüzden Mehdi, necə deyərlər, Şamda olacaq və İsa Aleyhisselamda nazır olanda da Mehdinin dalında da namazı qılacaq, yəni İmam Mehdi olacaq. Yox, bu qeybi xəbər Quranda, bəli, Quranda bu barədə umum məlumat var. Yəni, Quranda var ki, deyir ki, Allah s.ə. Deyir ki, o zaman ki, deyir, necə deyirlər, sənin Rəbbinin bəzi ayətləri gələcək. Ayətlərdən bir də bu ayətlərdir. Yəni, ona orada işarə var. İşarə necə ki, məsələn, Allah s.ə. Deyir ki, namaz qıl. Necə qıl? Qeybi şey. Amma Quranda umumidir, namaz qıl. Quranda gəlməyib, başını hara qoy, necə? Amma Quranda gəl, namaz qıl. Həmçinin Quranda da gəlib ki, Allah s.ə. Deyir ki, sənin vaxt gəlir, sənin, necə deyirlər, Rəbbinin ayətləri gələcək. Ayətlərdən bir də qiyamətin əlamətləridir. Hansı ki, o da qiyamətin əlamətlərindən bir də yəni Mehdinin gəlməsidir. Və düzünü Allah bilir. Və sallallahu Muhammedin və aləl Muhammed.